Zero conditional faktlarla işlənir. If plus subject plus present simple, subject plus present simple. If you heat water, it boils. Əgər su qızdırılarsa, qaynayar. If people eat too much, they get fat. Əgər insanlar çox yesələr, çəki alarlar. Bunlar faktdır. Burada həmişə if-lə başlamalı deyilik. Yəni, bu tərəfi də birinci qoya bilərik. Orada bir fərq olur ki, if ortada olur və vergül qoyulmur. They get fat, sadəcə bunu dəyişirik, qoyuruq əvvələ. If people eat too much. Yəni, zero conditional faktlarla işlədirik. Bu aydın olursa, first conditional. Ehtimal gələcəkdə ola biləcək real vəziyyətləri bu strukturla işlədirik. If plus subject plus present simple, subject plus will və feilin birinci forması. If it rains, I'll stay home. Yəni, əgər yağış yağarsa, mən evdə qalacağam. If you study hard, you'll pass the exam. Yəni, ola biləcək durum barəsində danışır, vəziyyət barəsində danışır. Əgər yaxşı hazırlaşsan, keçəcəksən imtahandan. Və yaxud da bunu da yenə əvvələ gətirmək olar. I'll stay home if it rains. Evdə qalacağam, əgər yağış yağsa. Bu tərəfləri dəyişdikdə vergül qoyulmur.